3, 2, 1. Səs var orada görəsən, yəqin ki olar. Yəqin ki olar, səs başım da yaxşıdır. Başlayaq. Mikrofon online'dır. Like, kommentləri unutmursunuz. Əsas xəbərlər isə bax bunlardır. Google Apple-ı kopyaladı. Apple narıncı iPhone-a iPhone 18-də son qoyacaq. Əvəzinə Apple qatlanan smartfonlar bazarının 20%-ni götürəcək. Huawei device istehsalına görə Apple-ı ötəcək. Huawei Pure X Max qeyri-adi rənglərdə qeyri-adi qatlanan smartfon. Xəbərlər 100% diqqətinizi çəkdi. Buna görə də like'larınızla bizim əziyyətimizi dəyərləndirin. Yəni videonu like edin. Hər birinizə xoş izləmələr. Yeyib içməyə yanınızda nəsə varsa, mən başladım. Bütün texnoloji şirkətlər bir-birindən nəyisə götürür. Bu dəfə də Google Apple-da olan bir funksiyanı Android-a tətbiq edəcək. Google yenidən Apple-ı kopyalayır. Android Name Drop ilə eyni bir funksiyanı əldə edəcək. Tap to Share xüsusiyyəti fayl köçürmələri daha sürətli və asan edəcək. Google Android üçün Apple-ın Name Drop-unun ekvivalentini hazırlayır və rəsmi adını açıqlayıb. Tap to Share interfeys sızmalarına əsasən şirkət istifadəçi dostunu və sadə bir təcrübəyə diqqət yetirir. Yeni xüsusiyyətin mahiyyəti iPhone-un Name Drop-unun tətbiqi ilə eynidir. Məlumatları tez bir zamanda ötürmək üçün sadəcə iki telefonu bir-birinə yaxınlaşdırmaq lazımdır. Kontaktlar, foto şəkillər, videolar, keçidlər və hətta coğrafi yerləşməni dəstəkləyir. Ekranda device'in paylaşmağa hazır olduğunu göstərən fərqli bir parıltı animasiyası görünür. Bağlantı dərhal işləməzsə device'i arxa-arxaya toxunula bilərsiniz. Bu, Android smartfonlarında NFC çipinin fərqli yerləşməsi ilə əlaqədardır. Bu xüsusiyyətin interfeysi də yenilənəcək. Sızmalara görə beta versiyasına yeni bir əlaqə paylaşım ekranı və daha çox vizual işarələr daxildir. Google istifadə rahatlığını açıq şəkildə artırır. Əvvəllər kontaktlara diqqət yetirən Name Drop-dan fərqli olaraq Tap to Share istənilən məlumatı ötürülməsi üçün universal bir vasitə kimi yerləşdirilib. Dəqiq buraxılış tarixi hələ açıqlanmayıb, lakin çox güman ki, Android 17 ilə birlikdə satışa çıxarılacaq. Apple hər zaman maraqlı rəng palitrası ilə öz alıcılarını sevindirir. Narıncı rəng iPhone 17 Pro seriyasında oldu. iPhone 18 seriyasında isə Apple öz alıcılarını daha maraqlı, daha gözəl rənglərlə sevindirəcək. Qırmızı narıncı rəngin yerini alacaq, iPhone 18 Pro yeni canlı rənglərdə olacaq və Android istehsalçılarının onu təkrarlayacağı gözlənilir. Daxili məlumatlara görə Apple-ın 2026-cı ildə ən gözlənilən flaqmanları üçün son rəng seçimini təsdiqləyib. Bir neçə mənbə Apple-ın iPhone 18 Pro və Pro Max-lar üçün bir rəngi seçdiyini göstərir. Bu tünd qırmızı olacaq. iPhone 17 Pro-nun kosmik narıncı rənginin yaratdığı ajotajdan sonra şirkət bir daha canlı dizaynda əsas satış nöqtəsi kimi istifadə edəcək. Maraqlıdır ki, bu trend özünü təkrarlamağa başlayır. Bəzi Android istehsalçıları device Apple-dan dərhal sonra oxşar rənglərdə buraxmaq məqsədi ilə oxşar rəngləri sınaqdan keçirir. Bu senari əvvəllər də baş verib. iPhone vizual üslubu təyin edir, bazar bu ideyanı tez bir zamanda mənimsəyir və öz modellərinə uyğunlaşdırır. Rəngdən başqa iPhone 18 Pro üçün aşağıdakı dizayn dəyişiklikləri gözlənilir. Daha kiçik Dynamic Island, TSMC-nin 2 nanometr teproses texnologiyası ilə istehsal olunmuş yeni A20 Pro çipi və Apple C2 modemi. iPhone 18 seriyası ilə yanaşı dərhal iPhone Ultra-nın da satışa çıxarılacağı barədə şayələr var. Bu Apple-ın son illərdə ən böyük yeniləməsi ola bilər. Apple-ın qatlanan smartfonu bu ilin sentyabrında təqdim olunacaq. Hələ təqdim olunmamış Apple-ın qatlanan smartfonu artıq bazarı təşvişə salıb və infosuntulara görə Apple-ın qatlanan smartfonu təqdim olunduqda böyük bir ajotaj yaradacaq. Yəni ki, məşhur olacaq. Nə bilim. Apple qatlanan device'lar dünyasına inamla daxil olacaq və dərhal bazarın 20%-ni ələ keçirəcək. iPhone Ultra və ya iPhone Fold bu ilin sentyabr ayında təqdim olunacaq. TrendForce analitiklərinin fikrincə iPhone Fold, iPhone Ultra qatlanan smartfonlar bazarının ən azı 20%-ni dərhal ələ keçirəcək. Əgər şirkət pərəstişkarları gözləntiləri doğrultsa və qatlanan iPhone həqiqətən də cəlbedici olsa, onda onun uğuru daha böyük ola bilər. Bunun üçün təkcə güclü aparat və sabit əməliyyat sistemi deyil, həm də məsələn qatlanan ekranın iki yarısı arasında qırışın olmaması və uzun batareya ömrü tələb olunur. Infosuntulara görə iPhone Fold Samsungdan qatlanan OLED panelə sahib olacaq. Qırış 3D polimer və şəffaf yapışdırıcılığı ilə çoxqatlı nazik şüşədən istifadə edərək aradan qaldırılacaq. Huawei Apple Nədir? Sizin internetdə bu gündədir, donmalar və kəsilmələr var. Mütləq və mütləq internet provayderinizi dəyişin. Deyəcəksiniz ki, ay Zaur, bütün internet provayderləri eynidir. Start Telekom tam fərqli internet provayderidir. Siz ora zəng edən kimi özünüzə professional dost qazanırsınız. Xoş ünsiyyət, kəsilməz internet və professional texniki servis ancaq və ancaq Start Telekomdadır. Start Telekom
dost kimi dost internet provayderi. Biz isə davam edək. Huawei Apple-ı geridə qoymaq istəyir və deyəsən Huawei birinci olacaq. Çünki Huawei-in təqdimatı 20 aprel tarixində baş tutacaq. Huawei Apple geridə qoyur. Qeyri-adi Pura X Max-ın renderləri açıqlandı. Huawei-in planşetə bənzər form faktora malik ilk geniş formatlı qatlanan smartfonu 20 apreldə satışa çıxarılacaq. Ən yüksək konfiqurasiyalı Pura 90 seriyalı kameralı telefonlar əlavə olacaq. Huawei daha bir yüksək konfiqurasiyalı təqdimata hazırlaşır. Qatlanan Pura X Max sıntılara görə bu birbaşa Apple və Samsung-un gələcək həllərini hədəfə alan geniş formatlı ekrana malik ilk kütləvi bazar smartfonu olacaq. Huawei Pura X Max-ın əsas xüsusiyyətləri onun yeni qatlanan dizaynıdır. Klassik qatlanan smartfonlardan fərqli olaraq Pura X Max daha çox planşetə bənzər 16-nın 10-a nisbətinə malik olacaq. İçərisində 7,69 inçlik WQHD+ ekran, xaricdə isə sürətli tapşırıqlar üçün 5,5 inçlik ekran olacaq. Bu yanaşma məzmunun idarə edilməsi və çox tapşırıqlı işləri üçün daha rahat edir. Aparat təminatı baxımından şirkət yeni 9 nömrəli arxitekturaya malik Kirin 9030 çipi gözlənilir ki, bu da Pura 90-da görünəcək. Bundan başqa Pura X Max 4 kamera və təkmilləşdirilmiş periskop zoomlu linzalı Red Maple sistemi ilə təchiz oluna bilər. Ən maraqlısı isə odur ki, Huawei bu form faktoru Apple və Samsung-dan əvvəl bazara çıxaracaq. Huawei Pura X Max maraqlı form faktorlu smartfon olmaqla yanaşı eyni zamanda çox gözə gəlimli rəng palitrası ilə təqdim olunacaq. Huawei Pura X Max bütün rənglərdə görünür. Yəni qatlanan smartfon nəzərə çarpacaq dərəcədə böyük və daha geniş form faktora malik olacaq. Artıq bilirik ki, Huawei yeni qatlanan smartfon olan Huawei Pura X Max-ı təqdim etməyə hazırlaşır. Anonsdan əvvəl şirkət device'ın dizaynını və əsas detallarını açıqlamağa qərar verib. Model Pura X-in davamı olacaq, lakin daha böyük korpus və daha geniş ekranlı. Dizayn əhəmiyyətli dərəcədə yenidən işlənib. İndi arxa tərəfdə 3 sensoru olan üfüqi həbşəkilli kamera modulu var. Ön kamera həm xarici, həm də daxili ekranda yerləşdirilir ki, bu da istənilən rejimdə çəkiliş aparmağı asanlaşdırır. Vizual olaraq device daha kütləvi və planşet form faktoruna yaxın görünür. Bizi geniş rəng çeşidi gözləyir. Interstellar Blue, Zeytun Gold, Phantom Black, Vivid narıncı və ağ. Yaddaş konfiqurasiyalarda 12 GB-dan 16 1 TB-a qədər istənilən ehtiyaclara uyğun olaraq mövcud olacaq. Yeri gəlmişkən, Çində əvvəlcədən sifariş artıq açıqdır. Şayələr göstərir ki, Huawei Pura X Max Kirin 9030 çipi ilə təchiz ediləcəyi və bu da onun brendin ən unikal qatlanan device'larından birinə çevirməyə ehtimal edir. Huawei Pura X Max smartfonu xoşunuza gəldi, yəni form faktoru xoşunuza gəldi, yəni maraqlıdır yoxsa yox? Bir də hansı rəngli Pura X Max sizin daha çox xoşunuza gəldi? Bu barədə mütləq kommentlərdə yazın. Belə bir canlanma mənim çox xoşuma gəlir. Bütün şirkətlər bir-biri ilə rəqabətə girib və bu rəqabət əlbəttə ki, texnoloji inqilabla nəticələnəcək. Yəni ən azından 1 il, 2 il sonra bizə çox maraqlı bir smartfonlar təqdim olunacaq. Videonun sonuna kimi izləyən hər kəsə təşəkkür edirəm. Əgər sən bu videonu sona kimi izlədinsə, deməli videonu like etməlisən. Əgər xoşuna gəlmirsə, əlbəttə ki, dislike. Amma dislike'ın səbəbini mütləq kommentlərdə yazın. Komment yazmaq mütləqdir. Mikrofon maariflənmək istəyənlərin kanalıdır. Əgər sən də maariflənmək istəyirsənsə, mütləq kanala abunə olmalısan. Kanalımızda maraqlı videolar çoxdur. Siz bu videolara baxmaqda, videoları like edib komment yazmaqda və ən əsası kanala abunə olmaqda davam edirsiniz. Mən isə YouTube'da olduğum üçün sizinlə sağollaşmıram. Grafon eğlendirir. Grafon abonenizi gözləyir. Çelenkler, grafonda hediyeler. Abone oldun, ela. Comment yazdın, süper. Grafon, koşup gel.